Dostumun sumkasını şədiyəcəm, part 7-ni çəkirəm. Görək bizim bu qız dostumuzun sumkasında nələr var. Çox ağırdır, içinə nə yox, daş sad yığmışsan onun içinə belə. Sun, keçən dəfəki videoda yaxşı salfetka idi, bu dəfəki yandan da yaxşıdır. Su. Hələ ki, bu nədir belə? Nədir bu belə? Saç üçün. Saç üçün? Saç üçün. Saçı neyinə düzləşdirir, yoxsa köpürdür? Saç əkməksə də olar mı? Gözəlləşdirir. Saqqızı var, stik. Bunu hardan almışam? Mən belə şey birinci dəfədə görürəm. Rahat market. Sonra. Hə, sən uşaq saçsan, bu nədir? Sən də bağçaya geçincə, ay Allah, nə şirindir bu. Sonra. O titiz olanda belə də olmazdı da, salfetka çıxır. Makyaj çıxmayacaq bunun içində. Bu nədir belə? Taxtanı yeyirsən, kartoşkasa da əzirsən üstündə. Makyajı çıxdı. Sonra nəyi var? Bizdə belə əkir yoxdur axı. Xəyanətkar dost. Hardan almısan? Givenchy-də yazılıb üstündə. Sonra nəyi var? Bakı kartı var. Makyajları var. Buralara girmirəm, çoxdur. Airpodu var, Hokko'da. Hokko'nun reklam elədiyi. Pulları orada gizlədimsən nə qardaş? Oy səni. Pulu var da qardaş. Bundan biraz qoyayım sənə söyləyəm. Qoy. Bu nədir? Şurada yəni budur da, yəni bu da sənin sumkan.